Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizlər üçün 2025-ci il yeni Time test toplusundan ümumi sınaq 16-nın 23-cü sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, toyuğun yumurtalığının yetişmə zonasına 6 ilkin cinsiyyət hüceyrəsi daxil olmuşdur. Əmələ gələn qametlərdən ikisi X cinsiyyət xromosomu daşıyırsa, Y cinsiyyət xromosomu olan yönəldici cisimciklərdə neçə autosom xromosomu olar? Əvvəlcə demək, yumurtalığın yetişmə zonasına 6 hüceyrə daxil olursa, meyoz bölünmə keçirilir və cəmi 24 hüceyrə əmələ gəlir. Toyuq da heteroqamet olduğu üçün bu 24 hüceyrənin 12-si X xromosomu, 12-si isə Y xromosomu daşıyır. Və bizə deyir ki, ikisi X qametidir. Biz buradan 2X qametini çıxırıq, yerdə qalır 10X yönəldici cisim. Demək, biz bilirik ki, qametin sayı başlanğıc hüceyrənin sayına, yəni 6-ya bərabər olmalıdır. Əgər ikisi X qametidirsə, onda 4-ü də Y qameti olar. Demək, Y xromosom dəstinə malik olan bu 12 hüceyrədən 4Y qameti çıxırıq, yerdə qalır 8Y yönəldici cisim. Və bizdən isə yönəldici cisimciklərdəki autosom xromosom sayını istəyir. 2N isə 78-ə bərabərdir. Demək, 2N 78-ə bərabərdirsə, N də bərabərdir 39 olur. Yəni, cinsi hüceyrəsi 39-a bərabərdir və onun biri cinsi xromosom, yerdə qalan 38-i isə autosom xromosom olur. Onda 8Y neçə autosom xromosomla malikdir dedikdə 8-i vururuq 38-ə, bu da olur 304. Yəni, doğru cavabımız oldu D variantı.